Salam yoldaşlar, Dövə Pulsar və Dövə Pulun hazırlayan namizədlər. Bugün mən sizə yeni bir video təqdim edirəm. Videomuz Konstitusiyamızın məhkəmə hakimiyyətindən axıra kimi izahından bağlıdır. Və bunun əvvəlinə siz mənim əvvəlki çəkdiyim videolarda baxa bilərsiniz. YouTube kanalına girərək onların əvvəlinə baxa bilərsiniz. Yəni Konstitusiyanın 125-ci maddəsinə qədər. Və 125-ci maddədən başlayıb izah edirəm. Bəzi yerlər olacaq ki, onları deyəcəm ki, falan videoya baxmalısınız. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi ilə yalnız məhkəmə ilə keçirir. Məhkəmə hakimiyyəti hansı məhkəmə vasitəsilə keçirilir? Konstitusiya məhkəməsi, ali məhkəmə, apellyasiya məhkəmələri, ümumi və digər ixtisaslaşmış məhkəmə vasitəsilə keçirir. Məhkəmə hakimiyyəti necə ilə keçirir? Konstitusiya, mülki cinayət məhkəmə icraat vasitəsilə və qanun digər vasitələrlə keçiriləcəkdir. Cinayət məhkəmə icraatında kimlər iştirak edir? Prokurorluq və müdafiə tərəfi iştirak edəcəkdir. Məhkəmə quruluşu, məhkəmə icraatı qaydası qanunla müəyyən edilir. Məhkəmələrin saatlərinin dəyişdirilməsi məqsədlə müəyyən olmamış hüquqi üsulların tətbiq edilməsi və bir də ki, fövqəladə məhkəmə yaradılması qadağandır. Məhkəmə icraatı həqiqəti müəyyən edilməsi təmin etməlidir. Burada bir balaca ehtiyatlı olmaq lazımdır. Düşmüşdür ki, ədalətini təmin etməlidir. Xeyr, həqiqətin olmalı. Digər məsələ gizək ki, hakimiyə namizədlərə aid tələblər. Diqqətlə baxın. Hakimi namizədlərə aid tələblər. Seçkilərdə iştirak etmə hüququna malik olan ali təhsilli yox ha. Ali hüquq təhsili və hüquqşünaslıq ixtisası üzrə 5 ildən artıq işləyən şəxslər, yəni işləyən azad vətəndaşları hakim ola bilərlər. Hakimlər heç bir seçkili və təyinatlı vəsait ola bilməzlər. Elmi pedaqoji, yaradıcı fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödəniş fəaliyyətlə məşğul ola bilməzlər. Demək yoldaşlar, imtahanların birində belə bir sual düşmüş ki, hakimlər ödənişli fəaliyyətlə məşğul ola bilərlərmi? Bəli, çünki elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə icazə verir. Ona görə də buna olacaqdır. Yəni, elm pedaqoji fəaliyyəti istisna olmaqla verirsə, hakimlər ödənişli fəaliyyətlə məşğul olmasına bu hallarda icazə verirlər. Hakimlər siyasi fəaliyyətlə məşğul ola bilməzlər, siyasi partiya üzv ola bilməzlər və vəzifə maaşının elmi pedaqoji yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa müvəzzifə ala bilməzlər. Daha sonraki məsələ gedir ki, hakimlər müstəqildirlər. Yalnız konstitusiya və qanunlara tabedirlər və hakimlər nə zaman dəyişilməzlər, səlahiyyət müddəti ərzində dəyişilməzlər. Hakimlər işlərə qərarsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyi, faktlara əsasən və qanuna müvafiq olaraq baxırlar. Hər hansı bir şəxs tərəfindən və hər hansı bir səbəbdən bilavasitə və yaxud da dolayısıyla məhkəmə məhdudiyyətinin qoyulması, qanuna zidd təsirə hədəf və müdaxilə edilməsi yol verilməzdir. Ədalət mühakiməsi necə həyata keçirilir? Bir var, necə həyata keçirilir? Bir var, əsaslanır. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabər həyata keçiriləcəkdir. Ədalət mühakiməsi təqsirsizlik prezumpsiyasına əsaslanacaqdır. Məhkəmə işlərinin, bütün məhkəmə işlərinin icraatı açıq qapalıdır. Bəs nə zaman qapalı olacaqdır? İşə qapalı icrasına baxılmasına yalnız o halda icazə verir ki, məhkəmə açıq icraatının dövlət, peşə, kommersiya sirrinin açılmanın səbəbi olacağını güman edirsə, vətəndaşların şəxsi və ailə həyatını məhfum qorumaq zərurəti olarsa o halda. Yəni, bu hallarda məhkəmə qapalı keçirə bilərdir. Qanun edilmiş hallar istisna olmaqla cinayət işinin qiyabi məhkəmədə icraatına yol verilməyəcəkdir. Yəni, qanuna əsasən buna yol verilirdi. Məhkəmə icraatı çəkişmə prinsipi əldə keçirilir. Bu tərəf deyir, o tərəf deyir, olur çəkişmə prinsipi əsasında. Və məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ vardır. Məhkəmə icraatı Azərbaycan dövlətinin də
və müvafiq yerin əhalisinin çoxlu təşkil edildiyi aparılacaqdır. İkisindən biri ola bilər daha. İşin iştirakçısı olub məhkəmə icraatının aparıldığı bilməyən şəxsin işin materiallarıyla tam tanış olmaq, məhkəmədə tərcüməçi vasitəsilə işlətmək və məhkəmədə ana dilindən çıxış etmək hüququ təmin edilir. Hakimənin toxunması. Deməli yoldaşlar, 128-ci maddə ilə bağlı olaraq mümkünsə YouTube videomuz var. Ora daxil olar. Bunu orada baxsaz daha yaxşı olardı. Necə? Orada mən həm hakimlərin vəzifəyə təyin edilməsini, həm hakimlərin vəzifənin kənarlaşdırılmasını qeyd eləmişəm. Yəni bunun hakimlərin vəzifəyə təyin edilməsi, vəzifədən çıxarılmasının bir hissəsi Milli Məclisdə, bir hissəsi icrada, bir hissəsi məhkəmədə qeyd edilmişdir. Və mən hər üçünü bir yerə yığaraq, bunu və digərini yığaraq qəşəng video şəklində qeyd eləmişəm. Hakimlərin vəzifəyə təyin vəzifənin kənarlaşdırılması yazsanız, gələcək rahatca baxa bilərsiniz. Daha sonrası və bir də 130-cu maddə ilə bağlı bu maddəyə zəhmət olmasa baxmırsınız. Onunla bağlı da Konstitusiya Məhkəməsinin izahı videonu yazsanız, o da gələcək. Çox rahatçılıqla baxmaq olur ki, yəni uyğunluğun yoxlanması məsələsidir. 129-cu maddəni izah edək ki, məhkəmənin qəbul etdiyi qərarlar kimin adından çıxarılacaq? Dövlətin adından çıxarılacaq. Onun icrası məcburidir. Və məhkəmə qərarının icra olunmaması qanun ölçüdə məsuliyyət səbəbi olacaqdır. Məhkəmə qərarı nələrə əsaslanmalıdır? Qanun və sübutlara əsaslanmalıdır. Keçdik Ali Məhkəməyə. Ali Məhkəmə ümumi və ixtisaslaşmış məhkəmənin icraatına edilmiş mülki cinayət və digər işlər üzrə Ali Məhkəmə orqanıdır. Ali Məhkəmə kassasiya qaydasında ədalət mühakimələri gedir. Nə deməkdir kassasiya? Rayon şəhər məhkəmələri qərar çıxardırsa, ondan narazıyıqsa, bir üst yuxarı məhkəməyə apellyasiya şikayət edir. Bu olur yuxarı instansiya məhkəməsi. Əgər apellyasiya məhkəməsinin qərarından narazıyamsa, ondan bir üst yuxarı məhkəmə şikayət, ali məhkəmə şikayət edir. Bu da kassasiya qaydası əsasında fəaliyyət edəcəkdir. Həmçinin ali məhkəmə yadda saxlayaq ki, məhkəmələrin praktikası adlı məsələlər üzrə izahatlar verir. Ali məhkəmənin qərarları dərc edilməlidir. Bax, bundan ehtiyatlı olun, bu sual düşübdür. Baxın, Konstitusiya məhkəmənin qərarları dərc edilməlidir. Ali məhkəmənin qərarları dərc edilməlidir. Amma apellyasiya məhkəmənin qərarları dərc edilməli deyilən bir şey yoxdur. Düşmüşdür variantı çaşdırıcı ki, apellyasiya məhkəmənin qərarları dərc edilməlidirmi? Cavab xeyr. Apellyasiya məhkəmələri qanunla onların sahiblərinə aidilmiş işlər üzrə yuxarı instansiya məhkəməsidir. Keçək prokurorluğa. Prokurorluq qanun yazmış hallarda və qaydada qanunların icra və tətbiqini nəzarət edir. Qanunla bağlı nələr mən qeyd edirəm? Qanunları imzalayan var. Qanunları dərc edən var. Qanunları şərh edən var. Qanunların icra və tətbiqinə nəzarət edən var. Qanunları imzalayan prezident. Qanunları dərc edən prezident. Qanunları şərh edən Konstitusiya Məhkəməsi. Qanunların icra və tətbiqinə nəzarət edənsə prokurorluqdur. Bir də deyirəm. Qanunları imzalayan prezident. Qanunları dərc edən prezident. Qanunları şərh edən Konstitusiya Məhkəməsi. Qanunların icra və tətbiqinə nəzarət edən prokurorluqdur. Baxın, prokurorluq qanunların icra və tətbiq olmasına nəzarət edir. Amma hansı halda? Qanun yazmış hallarda və qayda. Düşmüşdür ki, prokurorluq bütün hallarda qanunların icra və tətbiqinə nəzarət edir. Bütün hallarda yox, qanun yazmış hallarda. Və qanun yazmış hallarda cinayət işini başlayacaqdır. İstintaq aparacaqdır. Məhkəmədə dövlət ittiham müdafiə edir. Məhkəmədə iddia qaldırır və məhkəmə qərarından protest verir. Yəni, etiraz edir məhkəmə qərarından baxılır. Azərbaycan Respublikasının prokurorluğu hansı prokurorların, ərazi və ixtisaslaşmış prokurorların baş prokurorun tabeliyyəsində vahid mərkəzmiş orqandır. Baş prokuror necə vəzifət edir? Baş prokuror Azərbaycan Respublikasının prezidenti Milli Məclisin razılığı ilə vəzifəyə təyin edib vəzifədən azad edəcəkdir. Daha sonra baş prokurorun müavinlərini, Respublika ixtisaslaşmış prokurorlar rəhbərliyinin prokurorları,
Naxçıvan Muxtar Respublikasının prokurorunu baş prokurorun təqdimatında prezident vəsayət edilir. Bir edirəm. Baş prokurorun müavinlərinin, Respublika ixtisaslmış prokuror rəhbərliyinin prokurorları, Naxçıvan Muxtar Respublikasının prokurorunu baş prokurorun təqdimatı prezident vəsayət edən prezident vəsayət nazir edir. Amma ərazi və ixtisaslmış prokurorlar isə prezidentin razılığı ilə baş prokuror vəsayət edir. Demək yoldaşlar, imtahanların birində belə bir sual düşmüşdü ki, Azərbaycan hökm prokuroru hakimiyyətin hansı qoluna aiddir? Cavab məhkəmə. Çünki biz məhkəmədə bunu keçdik. Ona görə. İndi keçək Naxçıvana. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Əgər siz götürsəz ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar respublikada cavab səhvdir. Muxtar dövlətdir. Naxçıvanın statusu nə etməkdir? Bu konstitusiyadır. Yəni Azərbaycan Respublikasının konstitusiyası müəyyən və Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir. Naxçıvan ərazisində nələr mövcuddur? Azərbaycanın konstitusiyası, qanunları, prezident fərmanları və Nazirlər Kabinetinin qərarları. İmtahanların birində bu cür sual düşmüşdü. Naxçıvan Muxtar Respublikası ərazisində məcburi deyil. A. Konstitusiya, B. Qanunlarımız, C. Prezident sərəncamı yazmışdır. Prezident sərəncamı yox, prezident fərmanları. Yoldaşlar, Naxçıvan Muxtar Respublikasının özünün konstitusiyası var. Baxın, Naxçıvanın konstitusiya və qanunları var. Və Naxçıvan Muxtar Respublikasının konstitusiyasını Azərbaycan Milli Məclisinə prezident tərəfindən təqdim olunur və necə təsdiq olunur? Konstitusiya qanunları ilə təsdiq olunur. Naxçıvan Muxtar Respublikasının hakimiyyət bölgüsü. Qanunverici hakimiyyəti Ali Məclis, İcra hakimiyyəti Nazirlər Kabineti, məhkəməni isə Naxçıvan məhkəmələri ilə keçiriləcəkdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan Respublikasının konstitusiya və qanunları ilə, Naxçıvan Nazirlər Kabineti Azərbaycanın konstitusiya, qanun və prezident fərmanları ilə, Naxçıvan Muxtar Məhkəmələri isə konstitusiya və qanunlarla onların səlahiyyətlərinə aid edilmiş işlərlə də müstəqillər. Naxçıvanda ali vəzifəli şəxs kimdir? Ali Məclisin sədridir. Ali Məclis 45 nəfər üzvdən ibarətdir. Saat müddəti 5 ildir. Naxçıvan Ali Məclisin sədri və onun müavinlərini Ali Məclis seçir. Həmçinin daimi və digər komissiyalar təşkil edir. Naxçıvan Ali Məclisi müəyyən etdiyi ümumi qaydalar hansılardır? Ali Məclis seçkilər, vergilər, iqtisadi inkişaf istiqamətləri, sosial təminat, ətraf mühitin qorunması, turizm, səhiyyə, elm, mədəniyyət. Və Naxçıvan Ali Məclisi ümumi qayda ilə bağlı olaraq qanunlar qəbul edəcəkdir. Naxçıvan Ali Məclisi həll etdiyi məsələ hansılardır? Ali Məclis işini təşkil edir, büdcəni təsdiq edir. Sizə belə bir köməklik göstərim ki, Azərbaycan Respublikasında prezidentin və Milli Məclisin gördüyü işi Naxçıvanda Ali Məclis görür. Azərbaycanda büdcəni təsdiq edən Milli Məclis, Naxçıvanda Ali Məclis. Azərbaycanda iqtisadi proqramlar təsdiq edən prezident, Naxçıvanda Ali Məclis. Azərbaycanda sosial proqramlar təsdiq edən prezident, Naxçıvanda Ali Məclis. Daha sonra Naxçıvan Nazirlər Kabinetinə eğitimlidir. Azərbaycan Nazirlər Kabinetinə eğitim edən Milli Məclisə Naxçıvanda Nazirlər Kabinetinə eğitim edən Ali Məclis olacaqdır. Ondan başqa Naxçıvanın baş nazirinin vəzifəyə təyin vəzifəsini azad edəcəkdir və Naxçıvan Nazirlər Kabinetinin tərkibini təsdiq edəcəkdir. Naxçıvan Ali Məclisi həll etdiyi məsələyə bağlı qərarlar qəbul edəcəkdir. Naxçıvan Muxtar Nazirlər Kabinetinin tərkibi necə təsdiq olunacaqdır? Naxçıvanın baş nazirinin təklifi ilə Ali Məclis təsdiq edəcəkdir. Və Naxçıvan Muxtar Respublikasının baş naziri necə vəzifəyə təyin olunacaqdır? Prezidentin təqdimatına əsasən Ali Məclis təyindir. Naxçıvan Nazirlər Kabinetinin gördüyü işlər. Büdcə layihəsini hazırlayıb Ali Məclisə təqdimat verir. Muxtar Respublikasının büdcəsini icra edir. Muxtar Respublikasının iqtisadi proqram həyata keçməsini təmin edir. Sosial proqram həyata keçməsini təmin edir. Və prezidentin onun səlahiyyətlərinə aid etdiyi digər məsələlərdir. Bu cümlədən ehtiyatlı olun, Naxçıvan Ali Məclis sədrinə xeyr, prezidentin. Və Naxçıvan Nazirliyinin akkanslardır, qərarlar və sərəncamlar. Naxçıvan Muxtar Respublikasının yerli icra başçıları necə vəsayət təyin olunur? Yerli icra başçılarını Ali Məclis sədrinin təqdimatında prezident təyin edir.
Yerli özündarəni bələdiyyələr həyata keçirir. Bələdiyyələr seçkilər əsasında yaradılırlar. Bələdiyyənin statusunun əsasları konstitusiyaya müəyyəndir. Yoldaşlar, düşmüşdü ki, bələdiyyənin statusu nə ilə müəyyəndir? Bələdiyyənin statusu qanunla müəyyəndir. Statusun əsasları konstitusiyaya müəyyəndir. Axı burada statusu qanunla yazılmır. Onu Milli Məclisə qaytarıb zəhmət olmasa, baxın, burada bələdiyyələrin statusu deyilən bir məsələ var. Statusu da qanunla müəyyəndir. Çünki bununla bağlı qanun qəbul edilir. Məhz bu oldu statusu qanunla və bələdiyyələrin statusunun əsasları nə ilə müəyyəndirdir? Konstitusiyaya müəyyəndir. Baxın, status əsasları konstitusiyaya müəyyəndir. Bələdiyyə seçkən qaydalar isə qanunla müəyyən edilir. Bələdiyyə öz fəaliyyətlərini necə həyata keçirəcəkdir? İclaslar daimi başqa komissiyalar vasitəsilə keçirildi. Düşmüşdü ki, komitələr deyil. Komissiyadır burada. Komissiya və komitə Milli Məclisədir. Bələdiyyə iclaslarını çağıran kimdir? Bələdiyyənin sədri. Biz yadda saxlayaq ki, bələdiyyə seçkiləri zamanı gedib bələdiyyə sədrini seçmirik. Biz bələdiyyə üzvlərini seçirik və bələdiyyə üzvləri arasından bələdiyyə sədri seçildi. Bələdiyyə iclaslarına baxılan məsələlər hansı məsələ həll edəcəkdir? Bələdiyyə üzvlərinin saatlərinin tanınması, qanun vermiş hallarda saatlərin itirilməsi, saatlərin xitam verilməsi, bələdiyyə reqlamentinin təsdiq edilməsi və baxın gördünüz, bələdiyyə sədrinin və onun müavinlərinin seçilməsi, daimi başqa komissiyaların seçilməsi, yerli vergilər, yadda saxlayın ki, yerli sözün görərsinizsə, atın bələdiyyə. Yerli büdcə və onların icrası hesabatlarını təqdim edilməsi, bələdiyyə mülkiyyətinə sahibi onun istifadə, onun baş sərəncam vermək, yerli sosial müdafiə, inkişaf proqramları, yerli iqtisadi inkişaf proqramı qəbulu, yerli ekoloji proqram qəbulu və icrası. Daha sonra burada belə bir cümlə var ki, bələdiyyələrə qanunverici və icra hakimiyyəti orqanları tərəfindən əlavə saatlar verilə bilər. Sual bu cür düşmüşdür. Bələdiyyələrə hansı hakimiyyət orqanı əlavə saatlar verə bilməz? Demək yoldaşlar, 3 hakimiyyət orqanı var. Qanunverici, icra, məhkəmə. Əgər qanunverici və icra hakimiyyəti əlavə saat verə bilirsə, deməli verə bilməyən kimdir? Məhkəmə. Və bu saatlərin həyata keçirmək üçün bələdiyyələr üçün müvafiq zəruri maliyyə vəsaitləri ayrılmalıdır. Belə saatlərin həyata keçirilməsinə müvafiq olaraq qanunverici və icra nəzarət edir. Yəni o pulları onlar ayırır və özləri nəzarət edir ki, görək bunlar hara xərclədilər. Bələdiyyə iclaslarına baxılan məsələdə qərarlar qəbul edəcəkdir. Bələdiyyənin qərarları bələdiyyə üzrənin sadə səs çoxluğundan qəbul olunurdu. Yerli vergilər və ödənişlər isə bələdiyyə üzrənin 3/2 səs çoxluğundan qəbul olunur. Bələdiyyə öz saatlərini həyata keçirməsində müstəqillər. Bu isə bələdiyyə ərazisində yaşayan vətəndaşlar qarşısında onun məsuliyyətini hiss etməyəcəkdir. Bələdiyyə üzrənin seçilməsi, saatlərin dayandırılması, saatlərin xitam verilməsi və vaxtına buraxılması halları və qaydaları qanunla müəyyən edəcəkdir. Bələdiyyənin öz saatlərinin müstəqil həyata keçirməsi nəyə xələl gətirə bilməz? Azərbaycan dövlətinin suverenliyi xələl gətirə bilməz. Dövlət bələdiyyə fəaliyyətinə nəzarət edir. Bələdiyyə hara hesabat verilir? Milli Məclisə hesabat təqdim edilir. Nə zaman? Qanun vermiş hallarda və qaydada. Nə barədə? Öz fəaliyyətləri barədə. Bələdiyyənin məhkəmə tərəfindən müdafiəsinə dövlət orqanlarının xərcləri nəticəsində yaranan əlavə xərclərin ödənməsinə təminat verilir. Daha sonra bələdiyyələr bələdiyyə qulluqçu obyektlər, bələdiyyə qulluqçularının qanunsuz hərəkət və hərəkəti nəticəsində insan hüquq bazı dəymişliyinə görə və onların təminatının pozulması görə mülki məsuliyyət daşıyır. Ehtiyatdan bura maddi yazılmışdır. Azərbaycan Konstitusiyası ən yüksək hüquq qüvvəyə malikdir. Konstitusiya birbaşa hüquq qüvvəyə malikdir. Həmçinin Konstitusiya qanunverici sistemimizin əsasını təşkil edir. Qanunverici sistemimizə daxil olan normativ hüquqlar ardıcılıqla Konstitusiya, referendum aktlar, qanunlar, fərmanlar, Azərbaycan Nazirlər Kabinetinin qərarları və mərkəzi icra hakimiyyət orqanının normativ aktları. Və həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr qanunverici sistemimizin ayrılmaz tərkib hissəsidir. Naxçıvan Muxtar Respublikasında həm də nələr hüquq qüvvəyə malikdir? Naxçıvan Konstitusiyası və qanunları, Naxçıvan Nazirlər qərarları hüquq qüvvəyə malikdir. Naxçıvanın qanunverici sistemi nəyə uyğun olmalıdır? Azərbaycanın qanunverici sistemi olmalıdır. Öz sahətləri daxilində
Hansı hakimiyyət orqanı söhbət gedir? Yerli icra hakimiyyət orqanı qanun və sistem aktlara zidd gəlməyən normativ xarakter aktlar da qəbul edə bilərlər. Normativ hüquqları keçək. Normativ hüquqlar nəyə əsaslanmalıdır? Hüquqa və haqq ədaətə, həmçinin bərabər mənafəyə, bərabər məsələyə əsaslanmalıdır. Referendumda qəbul aktların icrası tətbiqi nə zamandan sonra məzmundur? Yalnız dərc edildikdən sonra. Yəni burada göstərilən istənilən aktın icrası tətbiqi yalnız dərc edildikdən sonra məzmundur. Kimlər üçün? Vətəndaşlar, qanunvericilik, icra, məhkəmə hakimiyyəti, hüquqi şəxslər, bələdiyyələr. Bəs yaşı qanunların yalnız tətbiqi və icrası kimlər üçün məzmundur? O da referendum kimi eynidir. Qanunverici, icra, məhkəmə, hüquqi şəxslər və bələdiyyələr. Bir dənə fərqi var ki, referendumda vətəndaşdır, qanunda isə bütün vətəndaşdır. Sonra prezident fərmanlar yalnız dərc edildikdə tətbiqi və icrası kimlər üçün məzmundur? Bütün vətəndaşlar, icra hakimiyyət orqanı, hüquqi şəxslər. Daha sonra keçək ki, Nazirlər Kabinetinin qərarı yalnız dərc edildikdə tətbiqi və icrası kimlər üçün məzmundur? Vətəndaşlar, mərkəzi və yerli icra hakimiyyəti, bir də hüquqi şəxslər üçün. Bəs hansı normativ hüquqi aktların geri qüvvəsi şamildir? Fiziki və hüquqi şəxslərin hüquq vəziyyətini yaxşılaşdıran, hüquq vəziyyətini aradan qaldıran və yüngülləşdirən normativ hüquqların geri qüvvəsi şamildir. Nə deməkdir bu? O şey ki, onun ipini yaxşılaşdırırsa, o geriyə şamil ediləcək. O şey ki, onun işi ziyana gedirsə, o geriyə şamil edilməyəcəkdir. Nə deməkdir ki? Yəni, belə bir şey qeyd edək ki, bir insan gedir, bankdan pul götürür dollar vasitəsilə. Sabah o dollar qalxarsa, yəni buna şamil edilməyəcək. Çünki mən məsələn borcu götürən zaman 1 dollar 1 manat idisə, sabah 1 dollar 1,70 olarsa, onun mənə dəxli olmayacaq. Çünki mənim ziyanıma gedir deyə. Heyrə gedən məsələ geriyə şamildir. Başqa normativ hüquqların geriyə şamil edilməyəcəkdir. Normativ hüquqlar dərc edilməlidir. Heç kəs dərc edilməyən normativ hüquqların icra olmasa, onların rəayət olmasına məcbur edə bilməz. Bir aktın icra olunmamasına, rəayət olunmasına görə məsuliyyət cəlb edə bilməz. Və normativ hüquqlar dərc edilməsi qaydası nə ilə müəyyən konstitusiya qanunu ilə müəyyən ediləcək. Bələdiyyənin qəbul etdiyi aktlar nəyə əsaslanmalıdır? Hüquqa və haqq ədaətə, həmçinin bərabər mənafə, bərabər münasibətlərə əsaslanmalıdır. Və bələdiyyənin qəbul etdiyi aktın icrası kimlər üçün məcburidir? Onun arasında yaşayan vətəndaşlar və bir də ki, onun arasında yerləşən hüquqi şəxslər üçün məcburidir. Keçək buna. Azərbaycan qanun və sistemimizə daxil olan normativ hüquqi aktlarla tərəfdar çıxmış dövlətlərarası müqavilələr ziddiyyətdir, yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edir. Amma konstitusiya ilə referendum qəbul aktları istisna olmalı. Bu nə deməkdir, yoldaşlar? Bunu qaydaram bura. Burada gəlir konstitusiya, sonra gəlir referendum aktlar, sonra gəlir qanunlar. Yəni, biz nə edirik? Sonra 2 ilə 3-ün arasına 2.5 kimi beynəlxalq müqavilələr tətbiq edirik. Bildirəm. Konstitusiya gəlir, referendum gəlir, düzdürmü? Konstitusiya referendumdan sonra gəlir qanunlar. Biz referendum qanun arasına beynəlxalq müqavilə tətbiq edirik. Yəni, beynəlxalq müqavilə konstitusiya referendum aşağıdadır, onun aşağıda. Qanun, fərman, nazirət qərarları və mərkəzi icra hakimiyyəti yüksəkdir. İndi sual yaranır ki, konstitusiya ilə beynəlxalq müqavilə ziddiyyət təşkil etsə, mən nəyə götürəcəm? Əlbəttə, konstitusiya götürəcəm. Çünki konstitusiya beynəlxalq müqavilə üstündür. Bəs aşağıda referendum qəbul aktlarla beynəlxalq müqavilə ziddiyyət təşkil etsə, mən nəyə götürəcəm? Yenə də referendum. Çünki referendum beynəlxalq müqavilə üstündür. Bəs yaxşı, beynəlxalq müqavilə qanunun ziddiyyət təşkil etsə, artıq burada çünki beynəlxalq müqavilə gələcək. Niyə? Baxın, dedim axı, bir konstitusiya referendumdan aşağıda gəlir, digərinin üstə gəlir. Həmin bunu bildirir. Digər məsələ ki, konstitusiya mətnində dəyişikliklər məsələsi. Deməli, yoldaşlar, bununla da bağlı olaraq zəhmət olmasa, bir konstitusiya mətnində dəyişiklik əlavələr məsələsi var. O video var, ona baxsanız çox rahat olar. Çünki burada onu yaza-yaza bu rəqəmləri bir-bir göstərmişəm, bu maddə ilə bağlı. Və bir də ki, keçim videolarla bağlı nəyi bildirək ki, Azərbaycan Respublikasının
Konstitusiyası referendum qəbul edildikdən sonra rəsmən dərc edildiyi gündən qüvvəyə minəcəkdir. Və burada 1978-ci ilin 21 aprel konstitusiyası var. Yəni Azərbaycan SSR-in sonuncu konstitusiyası nə vaxt qəbul olunub? 1978-ci ilin 21 aprelində qəbul olunub. Azərbaycan konstitusiyası qəbul olunub 1995 12 noyabr, qüvvəyə minib 1995 27 noyabr tarixində. Referendum keçirilib nə zaman? 1995 üzərindən 7 gələk. Elə bir qanun yoxdur ki, bizim 7 ildən bir referendum keçirməli. Sadəcə 7 ildən bir düşübdür. 1995, 2002, 2009, ən axırıncı 2016, 26 sentyabr tarixi. Onu bilmək lazımdır. Və burada digər məsələ isə Ali Arbitraj Məhkəməsi Konstitusiya qüvvəyə mindikdən sonra İqtisad Məhkəməsinə adlandırılır. Və həmçinin Konstitusiya qüvvəyə mindikdən sonra bir il ərzində hakimin statusu məhkəmə quruluşu ilə əlaqədar yəni saatlara qədər konstitusiyaya uyğunluq qanunverici qəbul olunmalı bu məsələlərdir. Və həmçinin konstitusiya qüvvəyə mindikdən sonra 2 il müddətində yerli özlərmə haqqında qanun qəbul edilməlidir. Bəli, seçkilər keçir. Və yoldaşlar, belə deyəcək ki, bu qədər. Hər birinizə boluca uğurlar arzulayıram. Hər hansı bir suallarınız, fikirləriniz olarsa, hazırlaşmaqla bağlı suallar olarsa müraciət edə bilərsiniz. Bir daha uğurlar, növbəti videolarda görüşmək ümidi.